Fövqəladə Hallar Nazirliyinin idman kompleksində kickboksingin Kicklight növü üzrə kateqlər arasında Bakı Həvəskar və Peşəkar İdman Klubunun birinciliyi baş tutub. Açılış mərasimində öncə dövlət himni səsləndirilib. Daha sonra ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə giriş nitqi ilə söz alan Kickboksing Federasiyasının Hakimlər Kollegiyasının sədri Fəxrəddin Quliyev və Bakı Həvəskar və Peşəkar İdman Klubunun direktoru Eyşən İsayev iştirakçılara uğurlar arzulayıblar. Turnirin təşkilində fəal iştirak edən şəxslərə fəxri fərmanlar təqdim olunub. Yarışda 2011-2019 təvəllüdlü 250-yə yaxın katet 3 yaş kateqoriyası üzrə mübarizə aparıb. Bakı Həvəskar və Peşəkar İdman Klubunun rəhbəri Eyşən İsayev turnirin məqsədi, habelə gələcək yarışlar barədə məlumat verib. Əsas məqsədimiz idmançıların bir-birlərinin təcrübəsinə yayılanmasıdır. Qarşıda olan yarışlara hazırlıqdır. Bakı birinciliyi, Azərbaycan çempionatı birinciliyi olacaq inşallah, onlara hazırlıq. Bu yarışda bizim dünya Avropada nəticə vermiş idmançılarımız iştirak edir hal-hazırda və həmin idmançılarımız da may ayında keçirilən Dünya Kubokunda iştirak edəcəklər. Ondan əvvəl Bakı birinciliyində iştirak edəcəklər. Sağlam və vətənpərvər ruhda gənclər yetişdirmək istədiklərini söyləyən turnirin baş hakimi Aydın Ağabəyov ölkəmizdəki kickboksing referiliyinin mövcud durumundan bəhs edib. Azərbaycan Kickboks Federasiyasında 7-yə yaxın beynəlxalq dərəcəli hakim var. Ümumilikdə regionlar və Respublika ərazisində 40-a yaxın bizim hakimimiz təmsil edir Respublika ərazisində. Hal-hazırda hakimlərimiz, beynəlxalq dərəcəli hakimlərimiz 6 nəfərdir. Kickboks Federasiyasının Hakimlər Kollegiyasının hakim üzvləri, çoxsa Azərbaycan Kickboks Federasiyasının çempionları, beynəlxalq yarışların qalibləri olan hakimlərdir. Sırf idmanla məşğul olmayan vaxtda və idmandan kənarlaşan vaxtda çalışırıq ki, biz onlara Hakimlər Kollegiyasına dəvət edirik ki, onlar həm döyüşçü kimi, həm kickboksda anlayışı olan kimi təcrübəli hakimlər yetişdirmək üçün çox böyük şansdır. Qeyd edək ki, 33 idman klubunun yarışdığı birincilikdə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun komandası medal sıralamasında bütün rəqiblərini geridə qoyub.